Sonra da deyirsiniz ki, bax Chevrolet qaynadır, Chevrolet qızdırır, Chevrolet nə edir? Deməli, qardaş yaxınlaşıb yanımıza yağ axıtma problemi ilə yaxınlaşmışdı. Avtomobilin baxın kitab hissəsi bu hissədən yağ axıdırdı. Yəni bunlarda xəstəlikdir. Sökmüş hal-hazırda kitab hissəsini. Buna baxın bir dənə. Bir sürprizlə qarşılaşmışıq. Qaynatmanın ən birinci səbəblərindən biri bax qardaş budur. Baxın bunların ikisi gördüyünüz kimi açıqdır, yağ kanallarıdır. Bu isə antifriz kanalıdır, su kanalı. Gördüyünüz kimi bir dənə buna bax. Buna elə ki bura kimsə svarka ilə doldurub. Antifrizə baxın necə quruyub qalıb içində. Gördüyünüz kimi qardaş, avtomobilin qaynatmasının ən böyük səbəblərindən biri də bax budur. Antifriz. Yəni avtomobildə haçansa su ilə sürülüb və yaxud da keyfiyyətsiz antifriz haçansa tökdüklərinə görə avtomobilin baxın bu kanalı tutulub, avtomobil də qaynatmırdı, düzdür, amma bir müddət sonra başlayacaqdı qaynatmağa və bu problemə görə qardaş problem yaşayacaqdı. Yəni deməyim odur ki, qardaş, maksimum bu avtomobilə keyfiyyətli antifrizdən, keyfiyyətli yağdan istifadə edin ki, sizin də başınıza belə problemlər gəlməsin. Sağ olun, salamat qalın, diqqətiniz üçün təşəkkürlər.